Neyək? Məsələn, yaz fəsilidir, yaydır, yazdır. Saçımız qalın olsun, tökülməsin, dibi kəpəkləməsin. Samir bəy, mütləq saçın səbəbi aydınlaşmalıdır. Bax, tökülmənin səbəbi yağlılıqdırmı? Saçın quruluğudurmu? Bilirsən də, quru saçlar yağlı saça nisbətən ömrü çox az olur. Quru saçın, nazik olur. Və onların yuma müddəti də fərqli olmalıdır. Yağlı saç gündəlik yuya bilərsən, çox təəssüflər olsun ki, insanların yalançı məlumatlarla ki, saçı gündəlik yumaq olmaz. Bax, mən deyirəm, mən hər gün saçımı yuyuram, bax, bugün də yumuşam. Hər gün ola bilməz ki, mən bir gün ötürəm, az gedərəm işə, gələrəm bura. Bir təraş, üzüm təmiz olmalıdır, bir də saçım. Sən bunun səbəbini bilməlisən ki, saçı nə tökür? Hormonal çatmama pozğunluqdurmu və yaxud da ki, zobdurmu, qalxan bəzinin fəaliyyəti nəticəsindədirmi? Bəli, qurd xəstəliyin nəticəsindədirmi? Yəni, mütləq səbəb bilinməlidir. Və yaxud da ki, stres, əsəb. Çox güclü stresdən sonra, əsəbdən sonra bəzən görürsən insanlarda saç tökülür, kütləvi şəkildə tökülə bilir. Vitaminlərin çatışmamazlığından tökülə bilir.